Hər birində salam dostlar, necəsiniz? Mən Mütəllim, Gəlişmə Doğru Gedən Yol kanalının sahibi. Bu gün sizlərlə birlikdə nə edəcəyik? Bu gün sizə 7 dənə dərsdən danışacağam. Hardasa 2-3 ildir mən bu YouTube'un içindəyəm və bəzi şeyləri artıq öyrənməyə başlamışam. İstəyirəm bu 7 dənə dərsdə sizə də danışım, sizə biləsiniz. Buradan mən hamısını yazmışam demək olar ki. Buradan sizə oxuyacağım və bunların hamısını narahat olmayın, editləyəndə qoyacağım ekrana. Birinci dərsimiz YouTube bir video platformudur, deyil. YouTube bir video platformu deyil. YouTube əslində tıklama və ekrana tutma platformudur. Siz nə qədər YouTube'u, yəni videomuzu ekranda saxlaya bilsəniz izləyicilərə. Məsəl üçün videomuz belə gedib, sonra veskit düşübsə, bu demək pisdir. Əgər tıklanmazsanız izlənməyəsiniz. İzlənmələr çox vacib. Bu arada mənim qaşlarım niyə bu qədər iki görsənir? Saçımı kəsmişəm deyə. İzləyicilər aktiv bir karar veriyor. Tıklamaq bu yüzden fikir başlıqlarıdır. Və küçük balaca rəsmlər tıklamaya haqq edəcək qədər merak uyandırmalıdır. Yəni ki, sənin nə qədər kapaq şəklin o qədər yaxşıdırsa, izləyicilər də sənin videonu o qədər çox bəyənib videoya tıklayacaqlar. İkinci dərsimiz. Zamanın çoxunu yəni yaxşı edit eləməyə xərclə. Bu saf fikirdir. Yaxşı edit eləyəcək və yaxşı fikir tap. Nə qədər yaxşı fikir, o qədər yaxşı editdənsə o yaxşıdır. Yəni yaxşı fikir daha çox izlənməlidir. Editdən əlaqəsi yoxdur. Sizə elə videolar göstərə bilərəm ki, bomba 4K editlərdə amma 2000 izlənib. Amma sizə bir dənə qəşəng fikir göstərərəm ki, 10.000, 100.000 izlənəcək fikirlərdir. Ən başa, yəni video içərik üreticiləri zamanların ən az %30'unu sadəcə çəkim və montajda deyil, fikir gəlişdirmə və paketləmə, başlıq, tam bu sürəsinin konsept ayırıyor. Yəni %30'unuzu video editlərinizə xərcləyə bilərsiniz, amma qalan faizinizi yaxşı fikir tapmağa, editləməyə, öyrənməyə də bunlara vaxt ayırmalısınız. Yaxşı fikir, yaxşı video demək, daha çox tıklana bilərsiniz. Bir fikir bulduğunda bir yaxın dostluğa danış. Məsəl üçün, denən ki, mən bugün ən yaxşı 7 videonu göstərəcəm. Gör dostunuzun tepkisi nə olacaq. Onun tepkisi ilə bir yerdə o videonu çəkmək istəyə bilərsiniz. Əgər o dostunuz o videonu bəyənsə, deməli bu yaxşı bir fikirdir. Üçüncü dərsimiz. Tanıdıq ol, amma bəklənmədik. Nə deməkdir? Yəni video kendin neşindən tanıtabilir olmalı, amma izləyici durduracaq qədər şaşırtıcı bir dokunuş içərməli. Yəni video düzəldirsinizsə orada öz nişinizi, yəni öz adınızı da istifadə edin. Bacardığınız qədər öz üzünüzü, səsinizdən daha çox istifadə etməyə çalışın. Videonun içində alakalı olacaq, amma heç yapılmamış bir şey də içərəcək. Yəni bu video həm bilinən bir şey olacaq, həm də bilinməyən. Necə yəni? Məsəl üçün ekran kodudan məsəl üçün mən bu videonu götürmüşəm, amma editləyəndə öz sifətlə paylaşıram. Bu kopyalamaq üçün bir şey sayılmır. Yəni özü deyib ki, məndən götürə bilərsiniz. Yəni mən onun videosunu çalmıyorum, onun videosunu örnək götürüyorum və özünü çəkirəm. Burada pis bir şey yoxdur, siz eləyə bilərsiniz hamısını. YouTube'da eyni videolar alışılmış amma yenilikçi olur. İzləyici tanıdıq bir konsept sunarsın. Örneğin 24 saat challenge. Amma içinə özgün bir fikir koyarsın. Amma bu kez tərk edilmiş bir uçaqda. Yəni ki, bu konsept eynidir. 24 saat. Amma o video içəriğinə öz videoları qoyarsan. Öz düzəltdiyin fikirləri qoyarsan. Dördüncü dərsimiz küçük balaca toxunuşlar balaca sonuçlar yaratır. Bu səhvdir. Balaca toxunuşlar böyük sonuçlar yaradır. Bunu heç vaxt yadınızdan çıxarmayın. Biraz daha sadə bir kapaq şəkli gündə 40 dəfə sizə daha çox izlənmə gətirə bilər. Bunu yaddan çıxartmayın. Kapaq rəsmlərində görsəl netliyə odaklan, ən küçük boyuta düşür, hala anlaşıla biliyormu, test et. Yəni balaca şəkli ən qısa şəkillərə gətirməyə çalış. Əgər o şəkil qəşəng görsənirsə, bomba kimi bir şey. Bir də görürsünüz ki, bazı kapaq şəkillərini gətirib belə, amma YouTube'da paylaşanda belə bir şey olacaq. Aradakı fərqə bir dənə baxın. 5-ci dərsimiz. Başqa nişlərdən format çal. Məsəl üçün 1 vs $100.
1 dollar versə 100 dollar. Siz bunu eləyə bilərsiniz 10 dəqiqədə versə 24 saat. Eyni konseptdir, amma fərqli içəriklər demək olar. Əgər bu niş sizə işə yarayıbsa, onu təzədən eləyə bilərsiniz. 6-cı dərsimiz. Əgər bir format işə yarayıbsa, onu təkrarlayın. Elə bir yaxşı gətirdiyim örnək kimi 1 dollar versə 100 dollar. Əgər 1 dollar 100 dollar işə yaradırsa, siz bunu 10 dəqiqə ilə 24 saat çəkə bilərsiniz. 1 dəqiqə ilə 30 dəqiqə çəkə bilərsiniz. Məsəl üçün ya 24 saat, 72 saat. Yəni belə konseptlər. Əgər biri tutubsa, deməli o tutacaq. Mən məsəl üçün necə çəkirəm indi? YouTube-da axırda çəkmişdim ki, YouTube-ların səhv elədiyi 5 səhv. İndi də çəkirəm ki, ən vacib 7 dərslərdən birini çəkirəm. Mən bu 2 ildir bunun içindəyəm deyə artıq bildiklərimi də sizə istəyirəm deyim. 7-ci dərsimiz ən əsaslarından biri. İçerik ürəticisi bərabərdir. Sanatçı plus dağıtıcı. Necə? Harika bir üretici olmaq üçün yaradıcılıq stratejiyanı dəngələmək gərəkir. Böyləcə sürdürüləbilir bir şey inşa edərsin. Sadəcə ürətdiyinə deyil, insanların onu nasıl kəşf edəcəyinə də odaklan. Bir YouTube'u həm sanatçılar üretir, həm də dağıtımcılar insanlara ulaşdırır. Sadəcə iyi içerik yeterli deyildir. İçeriğin nasıl kəşf ediləcəyini düşünməzsən, büyüyemezsin. Stratejist yaratıcılıq boşa gider. Binlerce insan YouTube'dan ilk parasını kazanmasına ve hayatını kurtarmasına yardımcı olun. Sıra sende. Takip et ve aramıza katıl. Yani dostlar, videomuz buraya qədərdir. Ən vacib 7 dərsdə sizə dedim. İstəyərdim ki, videomu bəyənib kanala da abunə olasınız. Bu video məncə aşağısı 5-10 like da çatacaq məncə. 6 abunəmiz oldu. Sizə hamıza təşəkkür edirəm qəlbən. Sağ olun, salamat qalın. Görüşənədək.